Salam dəyərli izləyicilər. Bu gün sizinlə qədim Bakı mətbəxinin ləzzətli yeməklərindən şirin kələm dolmasının əsl orijinal üsulla, yəni nənələrimizdən gördüyümüz kimi hazırlama qaydasını bölüşürük. Mən deyərdim ki, bu kələm dolması pomidorla hazırladığımız və yaxud da tomatla, bəzi bölgələrimizdə sadə də hazırlana bilər. O dolmadan da qat-qat ləzzətlidir. İnanmırsınızsa özünüz sınayın, mənə haqq verəcəksiniz. Yarı dana və yağlı quzu ətini ət maşınından keçirmişik. Bura narın doğradığımız 2 ədəd ortadan bir qədər iri baş quru soğanı əlavə edirik. Daha sonra hərəsindən bir qədər götürdüyümüz keşniş və şüyüdü də narın doğrayıb ətin üzərinə əlavə edirik. Ardınca bura yuyub suyunu süzdüyümüz yumru düyünü, sarı kök, darçın, zəncəfil, qara istiot və duz əlavə edib əti əlimizlə yaxşıca yoğururuq. Onu da qeyd eləmək istəyirəm ki, baxmayaraq ki, şirin kələm dolması daha ləzzətlidir, amma əksər evlərdə digər pomidorla, tomatla olan dolma hazırlanır. Şirin kələm dolması demək olar ki, unudulur. Amma elə evlər var ki, orada məhz şirin kələm dolması hazırlanır. Digər dolmadan xoşlamırlar. Bəs siz hansı dolmanı xoşlayırsınız? Şirin kələm dolmasını yoxsa digər dolmanı? Ardınca işiyə əlavə etmək üçün bir qədər şabalıd götürüb onu xırdalayırıq. Ətin üzərinə doğradığımız şabalıdı və bir qədər də yuyub qurutduğumuz kişmişdən əlavə edib onu bir daha əlimizlə yaxşıca yoğururuq. Bu qədər içlik artıq hazırdır. Ardınca ağbaş kələmi yarpaqların birləşdiyi özək hissədən bıçaqla dairəvi şəkildə çərtirik. Kələmi hazırlayana qədər biz bir başqa geniş qazanda qaynamağa su qoyuruq. Su qaynara düşən kimi çərtdiyimiz kələmi özək hissəsi aşağı olmaq şərti ilə qazana qaynayan suyun içərisinə yerləşdiririk. Arada kələmi çeviririk ki, yarpaqların hər tərəfi bərabər pörtülsün. Çox yumşaltmırıq. Yarpaqlar rəngini dəyişib özəkdən ayrıldıqca onları götürüb bir başqa qaba yığırıq. Yəqin mənimlə razılaşarsınız ki, kələm dolması həm ləzzətli və sağlıqlı yeməkdir, həm də ki, bərəkətlidir. Az ətlə kələm dolmasını daha çox insan üçün də hazırlamaq olur. Kələmi pörtdükdən sonra dolmanı rahat bükə bilmək üçün yarpaqların qalın özək hissəsini biraz kəsib nazikləşdiririk. Kələmin sərt üz yarpaqlarını və bükməyə yararsız xırda yarpaqları dolmanı bişirəcəyiniz qazanın dibinə düzə bilərsiniz. Biz elə eləyirik. Bir qat yarpaq düzürük, daha sonra dolmaları da qazana düzüb bişməyə qoyuruq. Ardınca dolmanı da büküb qazana düzürük. Şirin kələm dolması digər dolmadan fərqli olaraq yumru bükülür. İri və yumru olur. Təxminən küftə böyüklüyündə. Ümumiyyətlə biz qabaq digər kələm dolmasını da yumru bükmüşük. Sonra nədənsə başladıq uzunsov formada bükməyə. Yəqin ki, bizi izləyən bakılılar da mənimlə razılaşarlar. Yazın görək siz də kələm dolmasını yumru bükürsüz. Ümumiyyətlə şirin kələm dolması yumru bükülür, amma digər kələm dolmasını da yumru bükmüşük. Deməli, bir-bir yarpaqları götürürük. Orta hissəsinə bir qədər içlikdən qoyuruq, yəni bol qoyuruq içliyini və hər dolmaya da bir ədəd alça qurusu qoyuruq, yəni qara turşu, küftə turşusu. Və onları yarpaq dolması kimi bükürük. Azərbaycanın elə bölgəsi var ki, orada kələm dolmasını belə yumru bükürlər, sümüklü ətlə bozbaş kimi sulu və yağlı hazırlayırlar. Yanında da hər adam başına balaca fincanlarda palçıq turşu qoyurlar. Daha dəqiq Şamaxı bölgəsində belə hazırlandığını eşitmişəm. Bəlkə elə bölgələr var ki, orada da elə hazırlanır. İndi izləyicilərin şərhlərindən biləcəyik. Şərhlərinizi gözləyirik. Yazın görək kimlərdə belə hazırlanır. Dolmanı bükdükcə bu formada səliqəli şəkildə qazana yığırıq. Daha sonra qazanı ocağın üzərinə yerləşdirib içərisinə təxminən dolmanın üzərinə çıxana qədər qaynar su əlavə edirik və gözləyirik ki, kəfi ayrılsın. O vaxta qədər yeməyə əlavə edəcəyimiz heyvanı hazırlayırıq. Heyvanı dilim-dilim doğrayıb sərt özək hissəsini kəsib çıxarırıq. Yeri gəlmişkən biz sizinlə heyva dolması da hazırlamışıq. Kanalımızda var. O da çox ləzzətlidir. Dolmanın kəfini yığmaq üçün əvvəlcə qazı gür açırıq və ayrılan kəfi tamamilə yığıb atırıq. Kəfini yığdıqdan sonra qazı biraz azaldırıq və dolmanın üzərinə doğradığımız heyvanı düzürük. Daha sonra qazanın qapağını qoyub yeməyi 20-25 dəqiqə bişiririk.
25 dəqiqədən sonra 3 xörək qaşığı üzüm doşabına, 2 xörək qaşığı abqora və biraz da yeməyin suyundan əlavə edib qarışdırırıq. Əgər abqora yoxdursa, onu üzüm doşabı və yaxud da naşirabla da əvəz edə bilərsiniz. Hazırladığımız bu qarışımı da dolmanın üzərinə gəzdirib qazanın qapağını örtüb yeməyi hazır olana qədər bişiririk. Dolmamız artıq hazırdır. Qapağını qaldıran kimi dolmanın ətri insanı vurur. Yəni çox ləzzətli, ətirli bir yeməkdir. Biz artıq şirin kələm dolmasını 3-cü dəfədir ki, sizinlə paylaşırıq. YouTube-da videolar paylaşmağa yeni başlayanda onda paylaşmışdıq. Bir neçə ildən sonra yenilədik videonu. Çünki yeni izləyicilər köhnə videoları görmürlər YouTube analitikasına görə. Göstərmir videolar. Ona görə istəyirik ki, biz yeni izləyicilərimiz də hamı bu yeməyi tanısın. Unudulmuş yeməkdir, çox ləzzətlidir Bakı mətbəxindən. O vaxtı ilk dəfə biz videonu paylaşanda bizim Mədinə Hüseynova adlı izləyicimiz vardı. Bilmirəm, indi də bizi izləyir, izləmir. Əvvəllər çox tez-tez şərhlər yazırdı bizə. Uzun müddət ki, şərhlərini görmürük. Əgər yenə də izləyirsə, yaza bilər şərh. Bilərik ki, izləyir, izləmir. Xanım deyir ki, xanım Kanadada yaşayır. Deyir ki, mən bir dəfə sizin reseptlə şirin kələm dolması hazırladım və kanal qonşularımı qonaq elədim. Ondan sonra onlardan nə vaxt soruşuram, nə hazırlamısınız, deyirlər sivit dolma. O qədər vurulublar ki, bu yeməyin dadına. Özləri də evlərində tez-tez hazırlayırlar. Əminəm ki, kimlər hazırlamayıblarsa şans versinlər. Bir dəfə hazırlasınlar, bəyənəcəklər. Çox ləzzətlidir. Hələlik.